Pasientlər arasında tez-tez rast gəlinən diş aralarını yeməkdə olur, şikayəti əksər hallarda ciddi qəbul edilmir. Halbuki bu vəziyyət stomatoloji baxımdan dişlər arası kontaktın pozulmasının və periodontal sağlamlığın zəiflənməsinin erkən göstəricilərindən biridir. Normal şəraitdə dişlər arasında sıx və fizioloji kontakt mövcuddur ki, bu da qida qalıqlarının həmin sahəyə daxil olmasının qarşısını alır. Qida infaksiyasının yaranması isə bir sıra etoloji faktorlarla əlaqədar ola bilər. Dişlər arası kontaktın itməsi, karies nəticəsində diş toxumasının destruksiyası, uyğunsuz və ya köhnəlmiş restavrativ materiallar, diş əti çəkilməsi və periodontal toxumaların zədələnməsi və dişlərin yer dəyişməsi. Qida qalıqlarının davamlı olaraq diş aralarında toplanması mikroorqanizmlərin proliferasiyası üçün əlverişli mühit yaradır. Nəticə etibarilə aşağıdakı klinik hallar müşahidə oluna bilər. Gengival iltihab və qanama, halitoz, yəni ağız qoxusu, interproksimal kariesin inkişafı, periodontal problemlərin proqresiyası. Bu tip şikayətlər fizioloji hal kimi qiymətləndirilməməlidir. Əksinə bu stomatoloq tərəfindən klinik və radioloji müayinənin aparılmasını tələb edən bir vəziyyətdir. Müalicə yanaşması səbəbdən asılı olaraq fərqlənir. Dişlər arası kontaktın bərpası üçün korrektiv ploblanma, uyğunsuz restavrasiya və ya protezlərin dəyişilməsi, professional diş daşı təmizlənməsi və periodontal müalicə. Nəticə olaraq diş aralarının qida dolması sadəcə komfort problemi deyil, bu erkən diaqnostika və düzgün müdaxilə tələb edən klinik əlamətdir. Vaxtında müraciət edilmədikdə həm sərt, həm də yumşaq toxumalarda daha ciddi patologiyalara səbəb ola bilər.